əziz izləyicilərimiz, biz bugün Saatlı rayon Hacı Qasımlı kəndində gözəl bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Xoş gördük, salamlayıram sizi. Mən də sizi salamlayıram, xoş gəlmisiniz. Çox sağ olun. Mənim adınız, soyadınız? İskəndərov Abbasət Ağabalaoğlu. Neçənci ildə anadan olmusunuz? 1963-cü ildə. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Mən özüm Bakıda bir dediyim kimi Bakı Partiyeli Telekomun qurtarmışam. Partiyeli Telekomun. Telekomu qurtarandan sonrasına dedim ki Yusuf Məhəmməd Əliyevə Naxçıvan Dövlət Universitetinə qəbul olmuşam. Yusuf Məhəmməd Əliyevədən Naxçıvan Dövlət Universitetinin Ümumi Tercih Fənlər və Əlavə Fiskal ixtisasını bitirmişəm. Çox gözəl. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? Hansı məktəblərdə çalışmısınız? Müəllimlik fəaliyyətimə hələ mən Bakı şəhərində kollecdə oxuduğum dövrdə 2 il peşə liseyində işləmişəm. 4 il öz rayonumuzun peşə liseyində işləmişəm. Artıq 40 ilə də yaxındır ki, öz kəndimizdəki məktəbdə fəaliyyət göstərirsiniz. Çox gözəl. Ümumilikdə neçə ildir müəllim? Təxminən 43 il ki, mən müəllimi fəaliyyətində işləyirəm. Ay maşallah. 2 ildə başqa sahə üzrə işləmişəm. 45 il stajım var. Yaşıma 17 yaşımdan bu günə qədər Turdava vasıb iş stajım var. Yaşıma görə stajım da çoxdur, bilirəm. Laf erkən vaxtdan işləyirəm. Çox gözəl. Mənim fəxri adlarınız, mükafatlarınız var? Mükafatlar eləyib... Qabaqcıl müəllim kimi. Qabaqcıl müəllim kimi mən rəhbər işlədiyim, az işləmişəm, sıravi müəllim, direktor müavinəsi. Qabaqcıl müəllim elə fəxri adı olanda adətən öz müəllimlərimizə qabağa vermişik. Biz rəhbər kimi ilə çalışmışıq məktəbimizdə. Belə də bir neçə dəfələrlə elə bu öz işlərimizə görə təşəkkürnamələr və namə veriblər bizə. Çox gözəl. Bir neçə dəfələrlə. Çox gözəl. Mənim həyat yoldaşınızın adı, soyadı? İskəndərova Xalidə İslam qızı. Bildiyimizə görə çox gözəl atasınız, çox gözəl babasınız. Neçə evladınız var, adlarını deyərdiniz? 3 övladım var, Sahilə, Mahirə, Elsəvə. Çox gözəl. Ümumilikdə neçə nəvəniz var? 6 nəfər də nəvəm var. Allah sağ eləsin hamısını. Mənim Allah. inşallah sizi çəkdiyi işıqlandıracağıq Allahın izni ilə. Sizə baxacaqlar. 10 il sonra, 5 il sonra nəbələriniz, nəticələriniz, evlatlarınız. Onlara ürək sözünüz nə olacaq? Nə ola Onlara bilər? ürək sözü bir dənə o ola bilər ki, övladlarımın içində bir dənə öz atasını, yəni mənim peşəmi seçən böyük qızım olub. Nə gözəl. Pedaqoji kolleci qutarıb. Çox gözəl. Düzdür, bir il burada öz kəndimizdə işlədi. Ailə qurmağı ilə də bərabər hal-hazırda amma işləmir. Düzdür, indi ilə hazırlaşır ki, o da müəllimci. Övladlarıma, nəvələrimə, ümumiyyətlə bütün cavan uşaqlarımıza, hamısına gələcəkdə uzun ömür, can sağlığı, Allah onları gələcək həmişə parlaq eləsin, xoşbəxt eləsin, yaxşı təhsilli olsunlar. Ondan sonra necə deyim sizə, tanınsınlar respublikamızda, rayonumuzda. Mən acı arzum bu ola bilər. Çox sağ olun müəllim. Xatirələrinizi bizimlə bölüşdüyünüz üçün sizə dərin təşəkkürümü bildirirəm. Sizə də təşəkkürümü bildirirəm. Siz Var nəyə olasınız. seçib gəlmisiniz. Çox sağ olun. Qarşılıqlıdır. Var olasınız.